Ermənistanın baş naziri Nikol Paşinyan ikili oyun siyasətini davam etdirir. Moskvada təşkil olunan paradda iştirak edən hökumət başçısı ardınca Avropa gününə həsr olunan rəsmi tədbirdə çıxış eləyib. Bu ziddiyyətli davranış Ermənistan ictimaiyyətində müxtəlif reaksiyalar doğurub. Ekspertlər Paşinyanın iki stulda oturmaq cəhdinin ölkənin sabitliyi və gələcəyi üçün təhlükəli bir eksperiment olduğunu bildirirlər. Çünki bu cür ikili mövqe Ermənistanın həm Rusiya, həm də Qərb qarşısında etibarsız görünməsinə səbəb olur. Belə olan halda isə dövlətin strateji tərəfdaşları ilə münasibətləri sarsıla bilər. Ermənistan kimi kiçik dövlətlər böyük güclər arasında gedən rəqabətdən istifadə etməyə çalışmaqları ağıllı yanaşma olsa da real yanaşma deyil, praktik yanaşma deyil. Çünki Ermənistan dövlətinin o qədər böyük imkanları və ya gücü yoxdur ki, böyük güclər arasındakı rəqabətdə manevr imkanlarından istifadə edərək hər iki tərəfdən daha çox dividendlər əldə edə bilsin. Böyük güclər arasında gedən rəqabətdə Ermənistan kimi kiçik dövlətlər daim manevr etməyə çalışırsa, bugün bir qüvvənin tərəfində, sabah başqa bir qüvvənin tərəfində olmaq siyasəti yeritməklə uğurlar əldə etmir, tam əksinə böyük güclərin obrazlı şəkildə desək tapdağı altında qalır. Siyasi şərhçilər bildirirlər ki, Paşinyan bu cür siyasətlə hakimiyyətin maraqları naminə müəyyən nəticələr əldə etməyə çalışır. Hökumət başçısı hesab eləyir ki, bir-birinə əks qütbdə dayanan güclər, yəni Rusiya və Qərb arasında manevr eləyərək siyasi dividendlər qazana bilər. Lakin bu yanaşma Ermənistanı daha ciddi geosiyasi uçuruma sürükləyə bilər. Ermənistan Avropanın diqqətini özünə cəlb etməyə çalışır. Bu xüsusilə Rusiyanın və ABŞ-ın arasında qalmamaq üçün atılmış bir addımlardır. Ancaq Ermənistanın Rusiyanı qıcıqlandırmamaq üçün bu cür addım atması və eyni zamanda Avropa ilə də münasibətləri normallaşdırmağa çalışması ciddi şəkildə İrəvanın özünə problem yarada bilər. Çünki Moskvada Ermənistanın dönük siyasətini dərhal Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalamasını, Avropa Birliyi ilə Brüsseldə üç tərəfli görüşün keçirilməsi hələ də Rusiyanın yaddaşından silinməyib. Qeyd eləyək ki, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan da bir vaxtlar Nikol Paşinyan kimi Qərblə yaxınlaşmağa cəhd göstərib. Lakin nəticədə nə Qərbdən dəstək ala bilib, nə də Rusiya tərəfindən qorunub. Hərçənd həmin dövrdə qoca qitə ilə Kreml münasibətləri indiki kimi gərgin deyildi. Bugünsə geosiyasi vəziyyət xeyli dəyişib. Odur ki, hər hansı bir səhv addım Ermənistanın beynəlxalq münasibətlərdə tamamilə təcrid olunmasına gətirib çıxara bilər.